Siz? Namaz qılmaq üçün yerin fərqi yoxdur. Bəs dəstəmaz təharət? Mən həmişə dəstəmazlıyam. Təharətimsə qıldığım namazdır. Niyə o dəqiqə kömək eləmədiniz? Axı yaxındaydınız. Bağışlayın amma namaz vaxtı bu mümkün deyil. Yardım namazdan da vacibdir. Ölümlə həyat Allahın əlindədir. Allah cana nicat verir, ruhu isə namaz. Əmin idim ki, mənim namazım bitənə qədər itlər sizə hücum eləməz. Hardan bilirdiniz? Buna görə Allaha dua elədim. Bu qədər sakit və Allaha yaxınsınız. Mən də Allahdan sakitliyə qovuşmağımı diləyirəm. Allaha daha yaxın olun. Siz bunu necə elədiniz? Cəhənnəmin içindən keçdim. Bu nə deməkdir? Yəni tövbənin ləzzəti. Günahın məziyyəti, tövbənin ləzzəti. Nə? Tövbə insanı Allaha yaxınlaşdırır. Amma Bir dəfə günah işlədib, sonra əzabından qorxub, tövbə eləmək insanı Allaha daha da yaxın eləyir. itlər necə oldu sakitləşdi? İtlərin şuuru insanlardan azdır. Qarşılarında dayananda hiss eləyirlər ki, güclüsən və qorxurlar.